Salam əziz şagirdlər, bu dəstə 6-cı sinif ingilis dil kitabından Unit 6 mövzusunu 10 dəqiqəyə öyrənəcəyik. Hazırsınızsa gəlin başlayaq. Make a difference. Qəhrəmanlar fərq yaradır. Məqsədlər. Talk about quality and the feeling. Şəxsiyyət və hisslər haqqında danışmaq. Read about an everyday hero. Gündəlik qəhrəman haqqında danışmaq. Listen to an interview. Müsahibəyə qulaq asmaq. Learn about the Olympic Games. Olimpiya oyunları haqqında öyrənmək. Write a social media post. Sosial media məktublarına cavab vermək, məktubları yazmaq. Focus on the key competencies. Düşünmək. Do you think firefighters are heroes? Why? Sən düşünürsənmi yanğın söndürənlər qəhrəmandır? Niyə? Yes, I do. I think firefighters are heroes because they save our life in dangerous situation. Do you think firefighters are heroes? Düşünürsənmi yanğın söndürənlər qəhrəmandır? Why? Niyə? What kind of person can be hero? Keçək növbəti səhvə. Vocabulary in context. Kontekstdə lüğət. Personality adjective insana məxsus olan keyfiyyətlərə aid olan sifətlərdir. Complete the title of the fact file and describe the athletes with the words below. Then listen, check and repeat. Deməli, boring, darıxdırıcı, brave, cəsur, clever, ağıllı, friendly, dostcasına, mehriban, funny, əyləncəli, kind, ağıllı, lazy, tənbəl, strong, güclü və bu sözləri biz burada amazing people, heyrətamiz insanlar mətnində yerləşdirəcəyik. Serena Williams can speak English, Spanish, French and some Italian. Serena Williams fransız, İngilis və biraz da İtalyan dilində danışa bilir. She is clever. Gold medal in the 2012 Olympics. 2012-ci ildə olimpik yarışlarında qızıl medal qazanmışdır. Sergey Santos loves to talk to his fans. Sergey Santos öz fanatları ilə danışmağı sevir. He is friendly, o mehribandır. Volleyball Olympic champion in 2004 and in 2016. 2016-2004-cü illərdə Olimpiya çempionu olmuşdur. Usain Bolt did a special pose when he won a race. Usain Bolt yarışlarda qalib gələndə xüsusi hərəkətlərlə öz sevincini bildirir. He is funny, not boring. Olympic gold in 100 meter and 200 meter in 3 Olympic Games. Olimpik yarışlarında 100 metr və 200 metr üzrə deməli 3 qızıl medal almışdır. First athletic to deməli D bəndi. Carissa Moore is a surfer. She surfs on most days and she wins a lot of competitions. Carissa Moore bir surfinglə məşğul olan insandır. O bütün gününün əksər hissələrində surfinglə məşğul olur və bir çox yarışlarda qalib gəlmişdir. She is strong, not lazy. Henry Wanyoka helps other people with eye problems in Kenya. Henry Wanyoka deməli Kenyada görmə qabiliyyəti olan bəzi insanlara kömək edir. Kind. First African to win in Paralympic gold medal. Deməli, ilk Afrikandır ki, Paralimpik qızıl medalını almışdır. Yusha Mardini-Botts had an accident and she helped save the other people. Yusha Mardini'nin gəmisi qəzaya uğramışdır və o bir neçə əksər insanların həyatını xilas etmişdir. Yusha left Suriya by birth in 2015 because of the war. She was in the first refugee Olympic team in Rio 2016. Yusha 2015-ci ildə müharibə səbəbindən Suriyanı gəmi ilə tərk etdi və o 2016-cı ildə Rio'da deməli ilk qaçqın olimpik komandasının üzvü oldu. She is brave.
She is brave. Match 1-9 with A. Sarah only talks about swimming. She is really boring. Sarah yalnız üzgüçlük hakkında danışır. O həqiqətən də darıxdırıcıdır. Roger Federer often talks to his fans before practice. Roger Federer məşqlərdən əvvəl öz fanları ilə danışır. Eynən birləşdirəcəyi is very friendly. Üçüncü, Beatrice Ferrari is a world boxing champion. Beatrice Ferrari dünya boks üzrə çempiondur. H hərfindən birləşdirəcəyik. She is really strong. My cousin is an athlete. He wakes up at 4 a.m. every day practice. Mənim kuzenim atletikdir və o hər gün saat 4-də məşqlər üçün oyanır. 4-ü birləşdirəcəyinə he is not lazy. Bu tənbəl deyil. 5-ci, Serena Williams speaks a lot of language. Serena Williams çox dildə danışır. 5-i birləşdirəcəyik. İlgi bəndinə. She is clever. Yusha Mardini shares her stories on social media to help other refugees. Deməli, Yusha Mardini öz hekayələrini sosial mediada başqa qaçqınlara kömək etmək üçün paylaşır. She is really kind. O olduqca ağırlıdır. Shagul Onias post on social media always make me laugh. Nelians sosial mediada məni həmişə güldürəcək postlar paylaşır. He is so funny. Michelle Phelps has 28 Olympic medals. He is really amazing. Marta left her family when she was 14 to play professional soccer. Marta 14 yaşında ailəsini tərk etdi, profesional futbolla məşğul olmaq üçün eybəndi. She is very brave. O həqiqətən də cəsur. Üçüncü tapşırıq, complete the table with the words involved in exercise 2. İkinci tapşırığa əsasən biz burada deməli qara hərflərlə verilmiş sözləri burada yerləşdirəcəyik. Always friendly. How often do these words describe you? Always friendly, amazing, kind, sometimes brave, strong, never lazy, tənbəl, boring, darıxdırıcı. Yəni səni bu həmin sözlərdən hansı ifadə edir? Use it. Write sentences about you and for other people. Use the words in bold in exercise 2 and always, sometimes or never. I am always funny. Mən həmişə əyləncəliyəm. My best friend is never boring. Mənim ən yaxın dostum heç vaxt darıxdırıcı deyil. My sister sometimes lazy. Mənim bacım bəzən tənbəl olur. Ali üzvlərindən birini deyir. A teacher, müəllimlərdən məsələn, my teacher is always kind. Mənim müəllimim həmişə ağıllıdır. 5-ci, celebrity bir məşhurun adını deyir. Lady Gaga is always amazing. Lady Gaga həmişə heyrətamizdir. 5-ci, work in pair, cütlük halında işlərir. It's a sentences exercise for to your partner. Make comments about your classmates sentences. Deməli, bu sözlərdən istifadə edərək I know, mən bilirəm, I agree, mən razıyam, no way, ola bilməz, really, həqiqətən, əlbəttə. Bunlardan istifadə edərək biz özümüz cümlələr düzəldəcəyik. Məsələn, I am funny, mən əyləncəliyəm, I always make my friends laugh, mən dostlarımı həmişə güldürürəm. Səhifə 73, reading, oxu. Home, ev, film. Filmlər, games, oyunlar, people, insanlar, places, yerlər, sports, idmanlar. Can we see with our ears? Biz qulaqlarımızla görə bilərikmi? Daniel Kish cannot see. He went blind when he was a baby, but he learned to use sounds to become more independent. Daniel Kish görə bilmirdi. O, uşaq olarkən gözləri görmür. Lakin, deməli, müstəqil olmaq üçün səslərdən istifadə edərək görməyi öyrəndi. When he was a teenager, Daniel wanted to ride a bike like his friends. O, yeniyetmə olanda Daniel başqa dostları kimi velosiped sürməyi istəyirdi. He decided to learn by reading to evolve. Soon he was riding his bike to school. O qərara gəldi ki, divarın yanında sürsün. Tezliklə də o məktəbə velosiped sürərək gedirdi. One day, a clever friend was watching Daniel. Bir gün bir ağıllı dostu Daniel'a baxırdı. He felt something amazing. O nəsə bir heyrətamiz bir şey hiss etdi. Daniel wasn't using his eyes to see. He was making clicking sounds and using his ears to see objects around him.
Daniel gözlərindən istifadə etmirdi. O səsləri klikləyir, səsləri oxunur və bununla da qulaqları ilə obyektləri, ətrafındakı obyektləri görürdü. Dolphin makes similar sounds to locate fish. Delfinlər balıqların istiqamətini tapmaq üçün səslər çıxardır. The sound travels through the water until it hits a fish. Bu səs suyun içərisində hərəkət edir və o balığa hücum edir. The sound bounces off the fish and returns to the dolphin. Səs balığa gedib geri qayıdır. This technique is called echolocations and the bats also use it. Bu texnika ekolokasiya adlanır və yarasalar da ondan istifadə edir. Using echolocations, Daniel knows the size and the positions of an object so he can see it in his head. Bu ekolokasiyadan istifadə edərək Daniel ətrafında olan obyektin, yəni ətrafında olan əşyanın ölçüsünü, istiqamətini öz beynində tapa bilir. Now Daniel travels around the world thinking about echolocation. Səyahət edir. He believes everyone can use it technique. O inanır ki, hər kəs bu texnikadan istifadə edə bilər. Daniel helps other blind people to learn so they can enjoy activities such as cycling, camping and cooking, just like he does. He is an everyday hero. Daniel başqa kör insanlara bunu öyrədir ki, onlar da velosiped sürə bilsin, kampa gedə bilsin, yemək bişirə və başqa onun etdiyi işləri görə bilsin. Həqiqətən də bu günün qəhrəmanıdır. Tapşırıq 1. Look at the text, then choose the correct options. The text is biography about a clever and kind person. İkinci, match the blue sentences in the text with images AC. A'da delfinləri göstərir. Dolphins make similar sounds to locate fish. B'də yarasa. This technique is called echolocation and the bats also use it. C'də now Daniel travels around the world talking about echolocation. Üçüncü tapşırıq. Read the text and listen number these details in order 1-4. What echolocation is and how it works. B. Daniel's friends saw when he rode his bike. Birinci. How Daniel learned to use echolocation. What Daniel does now and what he thinks. İndi nə edir və o nə düşünür. Dördüncü tapşırıq. Read the text again. Write true or false in your notebook. Then correct the false sentences. Öncə biz mətnə bir də baxıb, orada səhvi düzü tapacağıq və səhvlərimizi düzəldəcəyik. When Daniel Kish was born, he couldn't see. O anadan olanda görə bilmirdi. Xeyr, he went blind when he was a baby. Balaca uşaq olanda kör oldu. Daniel makes click sound when he wants to see something. True. O nəyəsə görmək istəyəndə bir yeri klikləyirdi. Klik səsini çıxardırdı. Daniel doesn't like to teach other people how to use echolocation. Daniel başqa insanlara echolocation haqqında danışmaq istəmirdi. False. Daniel likes to teach other people how to use it. Blind people can use echolocation to talk to animals. Kör insanlar ekolokasiyadan yalnız heyvanlarla danışmaq üçün istifadə edirdi. False. Blind people can use echolocation to see object around them. Think. Why is Daniel is an everyday hero? Do you agree with these descriptions? Why? Why not? What can you do to be an everyday hero? Niyə görə Daniel qəhrəman, bugünün qəhrəmanıdır və siz bununla razısınızmı? Niyə və niyə yox? Və bugün siz qəhrəman ola bilərsinizmi? Bu kimi suala özünüz öz cümlələrinizlə cavab verib dəftərinizə qeyd edəcəksiniz. Sağ olun, sağlıqla qalın. Növbəti dərslərdə görüşmək ümidi ilə. Kanalıma abunə olub like atmağı unutmayın.